Baxırıq 54-ə. Deməli, burada nə verilib? Yasəməndən 24 aldım. Kosmetika 36, xüsusiyyət sual. Burada sait və samitlərə və sözdə hərflərin sayına fikir verəcəyik. Yasəmən sözünə var 3 sait, 1, 2, 3, 4, 4 samit. Ümumilikdə isə 7 hərfdən ibarətdir. 3-ü də 7-yə vuranda 21 alınır. Deməli, sait və sözdəki hərflərin sayına diqqət yetiririk burada. Deməli, 1, 2, 3, 4. Kosmetikada 4 sait var. 9 hərfdən ibarətdir. 4-ü 9-a 36. İndi burada da 1, 2, 3, 4. 4-ü vururuq 10-a. Bu da olur cavab 40. Cavab olur B. Daha sonra 55-ə də baxaq. Qarğıdalı 41, xilaskar 34, dondurmaçı sual. Burada əvvəl yenə də əvvəlcə baxırıq saitlərin sayına. 1, 2, 3, 4. 4 burada sait var. 1, 2, 3, 4, 5, 6. Daha doğrusu 5. 5 də samit var. İndi bundan nə edəndə 41 alınır? Kvadrata gətirib hər birini cəmləyəndə. Kvadratın cəmləyəndə 41 edir. İkinci də bu qayda ilə gedir. 3-ün kvadratı plus 5-in kvadratı 34. Və sonda dondurması sözündə də baxırıq ki, 4 ədəd sait var, 6 ədəd isə samit var. 4-ün kvadratı plus 6-nın kvadratı bərabərdir 52. Digərləri də buna bənzərdir.